Sonuncu sujetimiz idmanla bağlı olacaq. Belə ki, Mingəçevirdən olan güləşçilər Gəncədə keçirilən idman məktəblərinin 7-ci Respublika oyunlarında müsbət nəticələr göstəriblər. Yarışlarda iştirak edən 14 idmançıdan 6-sı nailiyyət əldə edib. Gənclər və İdman Nazirliyinin 2014-cü il üçün təqvim planına əsasən ölkənin müxtəlif şəhər və rayonlarında idman məktəbləri arasında sərbəst və Yunan-Roma güləşi üzrə 2002-2003-cü il təvəllüdlü idmançıların 7-ci zona yarışları keçirilib. Lisenziya xarakterli yarışların biri də Gəncə şəhərində baş tutub. 14 rayondan 200-ə yaxın idmançının qatıldığı birincilikdə Mingəçevir şəhərinin Uşaq Gənclər İdman Məktəbinin Yunan-Roma güləş bölməsinin yetirmələri də iştirak ediblər. Zon yarışlarında Mingəçevir idmançıları 14 nəfərlə çıxış etmişdilər. 14 nəfərdən 6 nəfəri final yarışlarından lisenziya qazanmışdı. Onlardan 3'ü birinci yer tutmuş, 2 nəfəri ikinci yer, 1 nəfəri isə üçüncü yerə çıxmışdı. 53 kiloqramda Gəncədə keçirilən yarışda 5 dənə görüşdə iştirak elədim və 5-də də qalib gəldim və birinci yerə layiq oldum. Mən 33 kiloqram çəki dərəcəsində güləşdim. Orada 5 nəfər udum və təmiz qələbə qazandım. 42 kiloqram çəki dərəcəsində güləşdim. 4 nəfər ilə güləşdim. Çətinliklə də olsa mən birinci yerə layiq gördüm. Hamısını udaraq birinci yerə layiq görüldüm. Qeyd edək ki, çempionatın final mərhələsi noyabr ayının 15-də Balakən rayonunda keçiriləcək. Elnar İbrahimova, Fəruq Qurbanov, Samir Mirzəliyev, Mingəçevir.